hədis-i şərifdə Peyğəmbər sallavatullahdan gəlib ki, əgər kimin maddi və fiziki cəhətdən Allahın evi olan Kəbəni ziyarət etmə imkanı ola və bunun da Rəbbimiz tərəfindən bir fərz vacib olduğunu bilə, tərki də, o ölsə, Yəhudilər, Nəsranilər, Məcusilər kimi dünyasını dəyişər. Yəni, belə zahirdə müsəlman kimi görünə bilər. Çünki İslamın əsas 5 təməl prinsipi var, şərti var, onlardan biri də həcdir. Həcc də İslamın əsas təməl şərtlərindəndir. Demək, həcc Rəbbimizin bir çağırışıdır. Müsəlman olan bir şəxsin maddi və fiziki cəhətdən o yolu gedib gələcək imkanı olduğu təqdirdə onu yerinə yetirməlidir. Ola bilər, biri fiziki cəhətdən özü yerinə yetirə bilmir, amma maddi cəhətdən ona hazırdırsa, başqasını naib tuta bilər. Yəni, onun əvəzindən onun əməllərini o yerinə yetirə bilər. Bir sözlə, Allahın bu çağırışı bir müsəlman olaraq hər bir kəsə fərz olduğu kimi, bu təkcə bir fiziki cəhətdən, bədənlə yox, eyni zamanda ruhla ora getmək lazım. Ruhi baxımdan da insan özünü o yola hazırlamalıdır.